Aşıq Əliyə üzümü tuturam. Aşıq Əli harada göstərəcəklər? Deyildi buradadır. Bayramı təbrik eləyirəm. Nəysə, mənim gətirdilər cibimə pul qoydular, paska ilə. Gördüm, Əli də gördüm, Əli ancaq ora baxır. Görür ki, biraz şişib də cibim. Nəysə, elə oldu ki, məclis qutardı elədi. Baxdım, gördüm ki, $10.000 puldur. Bunu mənə veriblər də. Bunlarla mən ayrı gəlmişəm, ayrı-ayrı. Heç bunlarla mənim toyda əlaqəm yoxdur. Əli də qulaq asdır, ha. Dedim, qardaş, burada ən təmiz oğlan kimdir? Əli dedim, mən. Dedim, niyə təmiz oğlansan ki? Namaz qılıram, nə bilim, içki içmirəm, filan fəsməşər. Dedim, ala bu $10.000 apar payla. Payla yox, ha, dedim. İnsafla payla da, onlara da şirinlik ver də, gözləri qalar filan. Əli getdi, gəlmir, çıxmır. İndi bunu niyə görə deyirəm? Xatirədən soruşum ki, xatirə də orada şahid olub. Deməli, Əli getdi, gəldi. İndi elə bildim, 2-3 min uşaqlara paylayacaq da. Götürdüm, mənə 3 min pul verdi. Dedim, əlim payladım. Mən də baxmadım. Sonra əlimi atdım, gördüm, 3 min pul gətirib mənə. Çox insaflı oğlandı. Və xatirə düşmədi pul? Deyən, onu soruşacağım ki, nə qədər verdi? Nə qədər payladı? İllər sonra burada bu suala cavab tapırıq. Amma düz olsun, O puldan sənə pay düşdü yoxsa yox? Düşmədi. Otelə get. Yox, düşmədi. Uzun sonra Mən göndərdim, o da payladı. Düşdü. Deməli paylayıb da hələ. Bundan sonra kimin belə pul paylamaq arzusu olsa, Aşıq Əlini çağırsın. Çox insaflıdır. Aşıq Əli. Oradan da Aşıq Əli çox həddən artıq o barədə düzgün adamdır da. Mən indi bu sualın cavabını Aşıq Əli fikirləşib ki, qonağımız olanda amma mən sizə bir söz deyim, orada ən çox sizə, yəni məbləğ sizə çatıb. Deməli məsələ qarışdı burada. Orada ən çox məbləğ sizə çatıb. Orada 5 nəfər müğənni var idi. Yox, vallahi elə olmuyor. Mən dəyərli sponsorlarımıza,